Bu həftə dünya siyasətində diqqət mərkəzində olan hadisələr bir daha göstərdi ki, beynəlxalq münasibətlər sistemində yeni mərhələ başlayır. Qlobal güclər balansında, sülh təşəbbüslərində və regional proseslərdə müşahidə olunan dinamika həm Yaxın Şərqin, həm də Cənubi Qafqazın gələcəyi üçün mühüm siqnallar verir. Misirin Şarm-el-Şeyx şəhərində keçirilən Yaxın Şərq sülh samiti, Prezident İlham Əliyevin beynəlxalq arenadakı fəal iştirakı, eləcə də regionda və dünyada baş verən siyasi dəyişikliklər bir daha sübut etdi ki, sülhə aparan yol diplomatiyadan, diyaloqdan və qarşılıqlı etimaddan keçir. Gəlin bu həftənin əsas hadisələrinə birlikdə işıq tutaq. Bu həftə dünyanın diqqəti Misirin Şarm-el-Şeyx şəhərində idi. Dünyanın aparıcı ölkələrinin başçıları 2 ildir davam edən İsrail-Həmas münaqişəsinə son qoymaq, Yaxın Şərqin ən qanlı fazasının bundan sonraki taleyinə aydınlıq gətirmək üçün yığışmışdı. Prezident İlham Əliyev də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah Əl-Sisinin dəvəti ilə Yaxın Şərq sülh samitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə idi. Samitdə Birləşmiş Ştatlar prezidenti Donald Trump, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxundu. Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs sizin həmkarınız hardadır? Budur, buradadır. Siz ikiniz hələ də yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər. Biz isə bir saata bu məsələni həll etdik. Elə deyilmi? İndi onlar yola gedirlər. Bu yaxşıdır, bu əladır. Düşünürəm ki, bu əladır. Qəza ilə bağlanan sülh müqaviləsinin detallarına, Yaxın Şərqi bundan sonraki taleyindən danışacağıq. Hələlik isə Prezident İlham Əliyevin bu tədbirdə iştirakı barədə. Bəziləri üçün təəccüblü, bəziləri üçün isə adi. Təəccüblü ona görə ki, dünyanın ən qaynar nöqtəsində problemlərin həlli ilə bağlı keçirilən tədbirdə aparıcı dövlətlər arasında Azərbaycan da var idi. Adi ona görə ki, Azərbaycan xüsusən də müharibədən sonra dünyada sülhü ən çox təlqin edən öncül ölkələrdən biridir. Xüsusilə də öz regionu Cənubi Qafqazda sülhün bərqərar olması üçün ölkəmizin atdığı addımlar dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır. Elə dəvətin də təməlində bu kimi amillər dayanır. Bu özündən göstərir ki, ABŞ Azərbaycanın, o cümlədən Yaxın Şərqdə nüfuzun və imkanların yüksək qiymətləndirir. Və əslində bu elə də olmalıdır. Tarixən Azərbaycan daha sıx, təkcə Azərbaycan yox, bütün Cənubi Qafqaz daha sıx bağlı idi Yaxın Şərqə, nəinki şimala. İndi isə Azərbaycan elə bil ki, qayıdış nümayiş edir Yaxın Şərqə. Azərbaycanın İsraillə çox yüksək səviyyədə münasibətləri var. Azərbaycan Suriyada indi əhəmiyyətli rol oynamağa başlayıb. Və bunları hamısını nəzərə alırlar. Eyni zamanda Azərbaycan bir uğurlu dövlət kimi, müsəlman dövləti hansı ki münaqişəni həll etdi və bu baxımdan da düşünürəm ki, bir nümunə ola bilər. Ölkəmizin bu prosesdə iştirak etməsi əslində ədalətli bir çağırışdır və əgər sülhdən danışmağa bugün hansısa ölkənin mənəvi haqqı varsa, hüququ varsa, qənaətimə görə onlardan biri və birincisi də Azərbaycandır. Bunun üçün çox sayılı səbəblər var. Birinci səbəb ondan ibarətdir ki, 30 ilə yaxın torpağımız işğal altında olduğu zaman kəsiyində Azərbaycan uzun illər boyu prosesin sülh yolu ilə həll olunması üçün əlindən gələni əsirgəməyib. Yəni, lazım gələndə həddindən artıq təmkin nümayiş elətdirib. İkinci mühüm faktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və bu prosesin Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına, həmçinin BMT nizamnaməsinə uyğun şəkildə həyata keçirilməsidir. Başqa mühüm bir aspekt öz torpaqlarını işğaldan azad edən, təcavüzə son qoyan bir ölkənin dərhal sülhlə çıxış etməsidir. Bu da qənaətimə görə ümumiyyətlə yaxın müharibələr tarixində nəzərə çarpmayan bir davranışdır. Bu ölkəmizin əslində məqsədinin müharibə aparmaqla sülhü bərpa etmək niyyətində olduğunu bir daha ortaya qoyan mühüm faktordur. İndi isə samit haqqında. Birləşmiş Ştatlar, Misir, Qətər və Türkiyə liderləri Şarm-el-Şeyxdə keçirilən samitdə vasitəçilərin iştirakı ilə əldə edilmiş və əvvəllər Donald Trump tərəfindən təklif olunmuş 20 bənddən ibarət sülh planına əsaslanan Qəzza zolağında atəşkəs haqqında sazişi imzaladılar. Sazişlə bölgəyə sülh gəlir, Qəzza yenidən qurulur. Proseslər göstərir ki, bura 100 illərdir münaqişə, qarşıdurma, müharibə zonasından təhlükəsizlik, əməkdaşlıq regionuna çevrilə bilər. Hələlik elə bil ki, əsas məsələ ondan ibarət edir ki, atəşkəsə nail olmaq, girovları qaytarmaq və bunun müqabilində indi Fələstinlər hansılar ki, Tustaxanadadır, onları qaytarılması və humanitar dəhlizlərin açılması. Bu qaçılmaz bir məsələ idi. Ona görə ki, insanlar qırılırdı. Nəzər alınsa ki, qabaqda qışdır. Onların nə suyu, nə dərmanı, nə yanacağı, nə qidası və bu humanitar dəhlizlərin açılması üçün mütləq şəkildə atəşkəs lazım idi. Və buna nail oldular. İndi sonraki mərhələdə indi orada xüsusi bir idarə etmə, yəni Hamas çıxmaq şərti ilə Fələstin texnokratların demək olar ki, iştirakı ilə və Tony Blair, keçmiş İngiltərənin baş naziri, elə bil ki, bu qurumun başının üstündə olacaq. İndi tək ki, o Hamas aranı demək olar ki, bir qarışdırmasın, sadəcə olaraq kifayətdir ki, onlar indi bütün silahları təhvil verməsələr belə o silahları nümayiş etməsinlər. Bu olduğu halda addım-addım orada vəziyyət nəzarətə götürülə bilər. Donald Trump'ın planı çox şaxəlidir və birinci növbədə əsas məqsəd müharibəni dayandırmaqdan və insan ölümlərinin qarşısını almaqdan ibarətdir. Və bu humanitar yanaşmanın nəticə etibarilə öz bəhrəsini verdiyini görürük. Yəni bu girovların azad edilməsində qarşılıqlı olaraq cəsədlərin təhvil verilməsində və sair məqamlarda da özünü biruzə verir. İstənilən müharibənin dayandırılmasının, son qoyulmasının yolu qarşılıqlı humanitar addımların atılmasından keçidi vacib komponentlərdən biridir. Amma müvəqqəti idarəçiliyin təmin olunması və bölgədə silahsızlaşdırmanın baş verməsi bu mürəkkəb bir prosesdir. Ümidverici məqamlar da ondan ibarətdir ki, bölgədə proksilərin fəaliyyətinə son qoyulub və qeyri-qanuni hərbi birləşmələrin maliyyələşməsi və silah sursatla təmin olunması dayandırılıb və bu artıq müəyyən ümid yaradır ki, Həmasın hətta mərkəzi hakimiyyətə, mərkəzi qurumlara tabe olmayan təsisatları, qrupları belə silahı yerə qoyacaqlar və bu prosesdə iştirak edən qüvvələrin fərqli yönlərə, fərqli maraqlara malik olması da qənaətimə görə buna imkan yaradır. Azərbaycanla Fransa münasibətləri yeni mərhələyə qədəm qoyur. Biz bunu Prezident İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Macronun görüşlərində də görə bilirik. Xüsusilə də Prezident İlham Əliyevin Kopenhagendə Fransa Prezidenti Macronla görüşündən başlayan isti münasibətlər Yaxın Şərq Sülh Samitində də davam etdi. Münasibətlərin yüksələn xətt üzrə inkişafını Prezident İlham Əliyevin Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sophie Lagout'un etimadnaməsini qəbul edərkən də görə bildik. Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Macronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İki tərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı ilk növbədə insanlar arası və biznes nümayəndələrini
təmaslarının mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxundu. Bəli, münasibətlərin pisləşməsində səbəbkar biz deyildik, Fransa idi. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonraki dönəmdə ölkəmizə qarşı həyata keçirilən kampaniyaların başında da elə Fransa gəlirdi. Lakin bütün bunlar keçmişdə qaldı. Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar, xüsusilə də sülhlə bağlı çağırışların altında yatan səmimiyyətə inanc var və bu qəbul olunur. Bizim aramızda gərginliyi Azərbaycan yaratmamışdı. Fransanın kobud bölgədə və Azərbaycanın problemlərine müdaxilə. O tamamilə onun əlini kəsmişdilər və nə qədər cəhd eləmədi Fransanın prezidenti Azərbaycana qarşı hansı bir qətnamə həyata keçirsin Təhlükəsizlik Şurasında ara qarışdırırdı. Ancaq əli boş qaldı və üstəlik elə Azərbaycan nümayiş elədi ki, sən bizə baş ağrı vermək istəyirsənsə öz başını ağrıyacaq. Bu da oldu. Anlayaraq gördülər ki, onsuz da vəziyyətə təsir etmək iqtidarında deyirlər. Sadəcə olaraq itirən tərəf elə Fransa qalır. Ona görə addım atdılar. Azərbaycan da bizə belə deyək, yaxınlaşmaq üçün addım atıldığı halda onu düzgün dəyərləndirməyə bacarır. Ona görə cənab prezident dedi ki, o bütün problemləri gəlin arxada saxlayaq. Yanlışlıq Fransa tərəfindən, rəsmi Paris tərəfindən olduğu kimi problemlərin köklü həllinə nail olmaqda, ilk addım atmaq da Fransanın üzərinə düşürdü və bu istiqamətdə biz Macronun bir neçə addım attığının şahidi olduq və bu proses bir daha sübuta yetirdi ki, Azərbaycanın regionda mövqələrini və potensialını nəzərə almadan bölgədə hər hansı bir formada təsir imkanları qazanmaq, ən azı iqtisadi müstəvidə belə əlaqələri inkişaf etdirmək mümkün deyil. Azərbaycana qarşı aqressiya Fransaya nə verdi? Əslində, bütün beynəlxalq müstəvidə Fransanın neomüstəmləkəçilik siyasətinin mahiyyəti üzə çıxdı. Fransanın öz daxilində belə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulduğu və Fransanın ənənəvi neokolonist siyasətini davam etdirdiyi bir daha bütün beynəlxalq ictimaiyyətə bəlli oldu. Fransanın Afrikadakı maraqlarına ciddi şəkildə ziyan dəydi. Ermənistanın hakim dairələri bu həftədə Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı fərqli fikirlər səsləndiriblər. Bu həftə İrəvanda Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri Finlandiyanın Xarici İşlər Naziri Elina Valtonun arasında təkbətək görüş zamanı erməni nazir bildirib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi və ya yeni konstitusiya qəbul edilməsi məsələsi tamamilə daxili məsələdir və xalqımız tərəfindən qərar verilməlidir. Mirzoyanın bu fikri isə daha sərtdir. Deyir, konstitusiya dəyişiklikləri və ya yeni konstitusiyanın qəbul olması iki tərəfli razılaşmada yer almayıb və gələcəkdə də belə olmayacaq. Məlumdur ki, Azərbaycanın sülh müqaviləsinin bağlanması ilə bağlı irəli sürdüyü iki əsas şərtdən biri Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsi idi. Ermənistan rəsmisinin görüşdə belə bir çıxışını isə şərhçilər daha çox daxili publikaya işləmək kimi dəyərləndirir. Anlamaq lazımdır ki, Paşinyana, onun komandasına durub demək ki, mən Azərbaycanın tələbi ilə, təkidi ilə gedib indi konstitusiyanı dəyişdirirəm. Söhbət təkcə ondan getmir ki, bunlar özlərin, belə deyək də, pis şəkildə. Belə olan halda o referendumun nəticəsini təmin etmək mümkün deyil. Ona görə də indi elan edirlər ki, yox, bu Azərbaycanın təkidi ilə heç neyləsi deyil, ancaq konkret olaraq hakim partiyanın yığıncağında, yəni platforma müəyyənləşdirildi ki, hansı ilə seçkilərə gedəcəklər. Və Nikol Paşinyan demişdi ki, mövcud konstitusiya Azərbaycanla sülh müqavilənin ratifikasiyasına mane yaratmır. Və o konstitusiya məhkəməsinə o imzalandığı müqaviləni göndərməyə hazırdır. İş dedi, orada problem yarandığı halda özü boyun oldu ki, mən onda konstitusiyada dəyişiklik etmək üçün özüm təşəbbüslə çıxış edəcəm. Və eyni zamanda elə bil ki,
bu məsələdən kənar, ancaq elan olub ki, yeni konstitusiya qəbul olunacaq. O yeni konstitusiyada təbii Azərbaycanı, Türkiyəni narahat edən məsələlər daha öz yerini tapmamalıdır. Yəqin ki, bu Karapetyanla bağlı olan prosesin sürətləndirilməsində cəhd göstərildiyi bir zaman kəsiyində diqqəti fərqli istiqamətdə yönəltmək ən azı emosiyaları müəyyən qədərdə soyutmaqdan ibarətdir. Çünki bəlli olduğu kimi kilsənin də və kilsə ətrafında toplaşan radikal qüvvələrin də əsas hədəfləri, əsas məqsədləri məhz konstitusiya dəyişikliyinə nail olmamasıdır. Əslində kilsə də konstitusiya dəyişikliyində Azərbaycana qarşı ərazi iddialarına görə deyil, öz maraqlarına görə çıxış edir. Yəni nəticə ondan ibarət ki, Paşinyan konstitusiyada 2018-ci ildən dəyişikliklər etməklə kilsəyə verilən xüsusi statusu deməli konstitusiyadan çıxartmaq istəyir. Paşinyan iddia edir ki, bu konstitusiya məsələsi Ermənistanın daxili işidir. Yəni bu kökündən yanlış olan bir yanaşmadır. Çünki Ermənistan öz daxili işini əsas gətirərək başqa bir dövlətə, xarici ölkəyə ərazi iddiaları irəli sürə bilməz. Elə yeri gəlmişkən Ermənistanda kilsəyə qarşı mübarizənin bu həftə növbəti fazasına keçirildi. Daha doğrusu növbəti həbs dalğası baş tutdu. Aragatsotun yeparxiyasının rəhbəri Mkırtıç Proşyanla yanaşı daha 12 din xadimi, həmçinin yeparxiyanın mühasibi, xəzinadarı və köməkçisi saxlanıldı. Bu barədə Erməni Apostol Kilsəsinin mətbuat xidməti məlumat yaydı. Həbslərin bundan sonra da davam edəcəyi gözlənilir. Qarşı tərəf isə müxtəlif iddialarla ictimai fikir formalaşdırmağa çalışır. Məsələn, deyirlər ki, həbslərin səbəbi Ermənistanın Azərbaycanla sülh prosesidir. Paşinyan isə fikirləri təkzib edir. Xeyr, bu mümkün deyil. Həbslər və Azərbaycanla sülh prosesi arasında heç bir əlaqə yoxdur. Xatırladaq ki, din xadimlərinə qarşı açılan iş hökumət əleyhinə mitinqlərdə iştirak etməyə məcbur etməklə bağlıdır. Yeni bir keşiş Katolikos'un qardaş oğlunu götürüb Paşinyan salıb içəriyə. O da 3-cü yoxsa 4-cü belə bir yüksəkçindi, dini xadimdir. Sadəcə olaraq bu tamamilə aydındır ki, Moskva indi anlayaraq ki, siyasi rəqiblər bacarmırlar Paşinyandan, indi o milyarderi göndərib ora ki, ara qarışdırmaq üçün, keşişləri səfərbər edib ki, bu işi görmək üçün. Paşinyan da görərək ki, bu konkret olaraq xarici qüvvələrin, bu iddiaların həyata keçirən quruma çevrilibsə və onlar yəni mənəviyyətdən yox, daha çox siyasətə, iqtisadi məsələlərə bırınların soxurlar. Onlara tutarlı cavab verir və düşünürəm ki, geriyə çəkiləsi deyil. Əslində Paşinyan anlayır ki, bu hakimiyyətdə uzaqlaşdırır halda o siyasətdə yox, ümumiyyətlə sağ qalıb qalmamaq məsələsi ortalığa gələcək. Prosesin davam etdiriləcəyi gözləniləndir. Çünki indiki halda əsas dayaq məhz kilsədə yerləşir. Əslində Samvel Karapetyanın da əsas dayaqları kilsədədir. Onu da qeyd edim ki, Taşir yarandığı gündən kilsə ilə sıx əməkdaşlıqda olan bir təsisatdır. Orada təbii xarici maraqlar da var və həm də bu Ermənistan ərazisində deyil, faktiki olaraq bütün xarici ölkələrdə Erməni deməli kilsəsinin, Apostol kilsəsinin əsas maliyyə mənbələrindən biridir və həmçinin də terror təşkilatlarını maliyyələşdirən təsisatdır. Bir məqamını da qeyd edim ki, elə müharibə dövründə Livandan, Beyrutdan kilsədə xeyri aksiyalarının keçirilərək Azərbaycana qarşı muzulların cəlb olunmasında məhz Taşir şirkəti və Samvel Karapetyan aktiv şəkildə, fəal şəkildə iştirak edirdi. Bunun da özü də sübuta yetirir ki, siyasi qanad əsasən bugün faktiki olaraq kilsədə din üzərindən həyata keçirilir. Çünki bəlli olduğu kimi digər qruplar artıq nüfuzdan düşmüş, yıpranmış tamamilə və müharibə canilərindən ibarətdir. Rusiya-Ukrayna müharibəsində xüsusilə də Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın bu münaqişəyə baxışında yenidən dəyişikliyi ola bilər. Buna səbəb
Trumpla Putin arasında baş tutan telefon danışığıdır. Təkcə danışıq yox, həm də yaxın günlərdə baş tutacaq Trump-Putin görüşü. Görüşün baş tutacağını isə Trumpın dilindən eşitdik. Əvvəlcə həftənin ilk günlərinə nəzər salaq. Oktyabrın 14-ü Trump deyirdi ki, Rusiyalı həmkarı Vladimir Putin Ukrayna ilə münaqişəni həll etməsə, bu onun üçün pis başa çatacaq. 2 gün sonra isə Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı baş tutdu, özü də Putinin təklifi ilə. Telefon danışığından sonra Trump bildirdi ki, yaxın vaxtlarda Rusiyalı həmkarı ilə daha bir görüş keçirəcək. Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək səviyyəli görüşünə dair razılaşdıq. Birləşmiş Ştatları ilkin görüşlərdə dövlət katibi Marco Rubio və digər vəzifəli şəxslər təmsil edəcək. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Prezident Putin və mən Rusiya və Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik. Ukrayna başda olmaqla Avropa ölkələri bu görüşdən sonra Trump'ın Rusiyaya qarşı ritorikasının yenidən dəyişəcəyindən narahatdılar. Xüsusilə də Ukraynaya vəd edilən raketlər məsələsinin də tənəzzülə uğrayacağına. Onun üçün vacibdir ki, Ukrayna siyasi xəritədə müstəqil dövlət kimi və Rusiya qarşısında bir bariyer kimi qalsın. İkincisi isə Rusiyanı Çindən qopartmaq. Və belə olan halda, bəli, o öz oyununu aparır Putinlə və o cümlədən bir tərəfdən deyir raket verəcəm, o bir tərəfdən əslində o raket verəcəm sözü Putini əvvəlki elə bil ki mövqeydən yumuşalmağa sövq edir. İndi deyir ki, telefon danışıqlar müəyyən bir ümidlər yaranıb. Onun indiki mərhələdə əsas məqsədi atəşkəsə nail olmaq. İndi Budapeştdə görüşəcəklər. Yada salmaq istəyirəm ki, vaxtilə Budapeştdə həmin o Budapeşt memorandum imzalanmışdı və Ukraynaya müəyyən təminatlar verilmişdi nüvə silahların Rusiyaya verməyin müqabilində. Orada atəşkəsə nail olmaq mümkün olduğu halda düşünürəm ki, alqışlamaq lazımdır. Ona görə ki, Ukraynada çox çətin bir vəziyyətdir. Yəni, bütün energetika darmadağın olub, istilik yox. Elektrik enerji ilə, qazla problemlər olacaq. Bu cəmaatı bu qışdan sağ-salamat çıxmağı vacibdir. Qənaətimə görə biz Alyaska görüşündən öncə də Ukrayna müharibəsində ağır silahlardan, yəni raketlərdən, uzaq mənzilli raketlərdən istifadə olunduğunun və mülki obyektlərin vurulduğunun şahidi olmuşdur. Ondan sonra Putin zəng elədi və Alyaskada görüş keçirildi. İndi yenə də yeni proses davam edəndə yenidən telefon zəngi düşünürəm ki, nəzərə çarpdı. Bu dialoqun müəyyən qədər qurulması istiqamətində addımlar atılmasına cəhd ola bilər. Müəyyən güzəştlər səsləndirilə bilər, amma bu güzəştlərin fundamental olacağı qənaətində deyiləm. Düşünürəm ki, indiki şəraitdə bu daha çox Amerika Birləşmiş Ştatları ilə dialoq pəncərəsinin qaldığını nümayiş etdirmək üçün edilən bir cəhd. Həftənin əsas hadisələrinə işıq tutmağa çalışdıq. Özünüzə yaxşı baxın. Eşq olsun Azərbaycan xalqına, Qarabağ, Azərbaycan.